Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün daha fərqli məzmunlu bir vlogla qarşınızdayım. Çünki bu həftə bizdə doğum günü həftəsidir. Həm yoldaşımın 3 gün fərqlə isə mənim doğum günümdür. Hər ikimiz üçün maraqlı, fərqli, sevdiyimiz üslubda doğum günü hazırlamışıq. Əvvəlcə yoldaşımın doğum günüdür. Onun üçün 2 tort sifariş etmişik. Biri iş yoldaşları üçün aparacaq, digəri isə evimizdə özümüz üçündür. Yoldaşımın doğum günü iş gününə düşdüyü üçün evdə keçirməyə qərar aldıq. O gələnə qədər biz belə kabab hazırladıq onun üçün. Bunu mən etmişəm. Əvvəlcədən duz, istiot və kəklik otu ilə qarışdırıb bir neçə saat gözlətmişəm ətləri. Görək necə olacaq. Burada isə həmin ətlərdən kabab çəkirik. Manqalımız da yoxdur, ona görə yerdə özümüz üçün belə bir manqal yaratmışıq və orada çəkirik. Daha sonra isə yeməyimizi yedik. Ailə üzvlərim hamısı iştirak etdiyinə görə çəkiliş etmədim. Gəlirik tort kəsməyə, tort yeməyə. Azanın tortlarını çox sevirik. Çalışırıq ki, həmişə doğum günlərində o tortlardan sifariş edək. Qızım xaric, çünki o üstü bəzəkli xoşlayır. Ona görə də onun doğum günündə xüsusi tort bişirtdiririk öz zövqünə uyğun dizaynda. Amma mənim ən çox hansı tortu sevirsiniz desəniz, Azanın məhz bu Mars içi şokoladlı tortunu sevirəm deyərəm. Həqiqətən çox dadlıdır, ləzzətlidir. Ona görə də özümüz üçün tort dilimləri ayırıram və çox gözəl mixəkli çay dəmləmişəm və əyləşirik, çayımızı içirik. Fonda isə toy mahnılarına qulaq asırıq, rəqs edirik. Bütün ailəmiz birlikdədir və belə çox gözəl zaman keçiririk. Yoldaşıma da uzun ömür, sağlam can, çoxlu pul arzu edirəm. Həmişə sağlam, xoşbəxt olsun, birlikdə olaq, gözəl günlər qeyd edək. Mənim doğum günümdə isə yoldaşım söylədi ki, sənin üçün ya nəsə ala bilərik, qızıl əşyası, ümumiyyətlə sənə nəsə istəyirsənsə, müəyyən bir məbləğ ayırdı ki, həmin məbləğ müqabilində nə istəyirsənsə sənə ala bilərik, ya da istirahətə gedə bilərik. Mən isə istirahətə getməyi, gəzməyə getməyi, fərqli yerlər görməyi həddindən artıq çox sevirəm. Ona görə dedim ki, yox, mütləq biz gedək harasa, fərqli bir yerə. Və öncədən planladıq. Şəkidə çox gözəl bir kamping tapdıq. Orada afren evlərdir. Onlardan birini kirayələdik. Bir günlük qiymətləri ortaydı. Biz endirimli qiymətlərdən istifadə etdik. Həftə sonu olmadığına görə qiymətlər biraz endirimdə idi. Həftə sonları isə daha baha olur qiymətlər. Və evdən bütün azuqələrimizi götürdük ki, maksimum yeməyimiz özümüzdən olsun. Biz ancaq gəzməyə pul xərcləyək, fərqli yerlər görməyə pul xərcləyək və yollandıq Şəki şəhərinə. Burada isə Şəkinin girişini görürsünüz və biz yenə də söhbətlər edirik, hara gedəcəyik, nə edəcəyik bu haqda söhbətlər edirik. Şəkiyə axırıncı dəfə nə vaxt gəlmişik, ondan danışırıq. Mən düzü tələbə yoldaşım ilə qonaq gəlmişdim onun toy mərasiminə. Təxminən 2014-cü ildə. Yoldaşım isə bu yaxınlarda getmişdi, keçən il idi, səhv etmirəmsə. Qədim Şəki məncə hamının xoşuna gələn bir rayondur, şəhərdir. Ona görə biz də getməyi düşündük. Ancaq bu dəfə pasiv istirahəti seçirik. Daha çox evdə zaman keçirəcəyik. Günümüzün birini evdə, birini isə gəzintiyə sərf edəcəyik. Görək necə olacaq. Məncə siz də bəyənəcəksiniz. Ona görə mütləq baxmağa davam edin. Biz Şəkiyə çatanda saat 1 idi. Qalacağımız evi isə 2-də təhvil götürməliydik. Dedik 1 saat vaxtımız var, həm də günortadır. Elə gedək yemək yeyək. Yemək üçün isə əvvəlcədən planlaşdırmışdıq ki, Şəkidə piti yeyəcəyik. Ona görə bu restorana gəldik. Çələbi xan restoranı idi və özümüzə piti sifariş etdik. Bir nəfər üçün nəzərdə tutulmuş pitinin qiyməti isə 8 manat idi. Biz 2 piti sifariş etdik. Qızım üçün isə həmişə olduğu kimi fast food sifariş etdik. Ona fast food almamıza baxmayaraq pitidən də yedim, mənim yeməyimdən də yedim. Belə gözəl, dadlı, ləzzətli piti gəldi. Dadı inanın çox mükəmməl idi, əla idi. Yanında isə belə turşular götürdük. Pitini turşu ilə yemək daha ləzzətli olur. Çünki yağlı yeməkdir, yanında turşulu atışdırmalıqlar olanda daha dadlı olur. Restoranın çox mehriban heyəti var idi. Bizimlə çox mehriban davranırdılar. Biz onlara Gəncədən gəldiyimizi bildirdik və bizi pitini necə yeyərlər izah etdilər. Daha sonra bizə soğan da gətirdilər ki, burada pitini daha çox soğanla yeyirlər. Baxın, görün sizdə necə xoşunuza gəlir, necə yeyə bilirsiniz. Əvvəlcə pitinin suyunu boşqaba əlavə etdik, içinə çörək doğradı yoldaşım, bəhbəhlə yedi. Daha sonra isə içində olan belə ət, noxud qarışımını əzdi və yeməyə başladım. Mən də onun kimi yeməyə çalışırdım.
Belə dadı əla idi. Yeməyimizi yedik, bitirdik. İndi isə yollanacaq evimizə. Gedək görək sifariş etdiyimiz ev necədir? Biz şəkillərdən, videolardan görmüşdük. Görək canlı necədir, bəyənəcəkmi? Burada isə mən yeməyimi yeyirəm. Əsl Şəki adət-ənənələrinə uyğun olan üslubda. Qızım da tələsdirir ki, tez olun, mən evə getmək istəyirəm. Onun da fast foodu gəldi, ancaq heç yemədi, çünki mənimlə birlikdə o da piti yemişdi. Və onun fast foodlarını da paketlədik. İndi isə yollanırıq tutduğumuz evə doğru. Ev isə şəhər mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Şəkinin kəndidir, Zeyzid kəndidir və indi gedirik belə gözəl mənzərəli yollarla, dağ yolları ilə getdik, kəndə çatdıq. Biraz belə dar küçələrlə, kənd yolu ilə yolumuz var idi, amma əvvəlcədən bizə bunu demişdilər ki, çox azdır, narahat olmayın. Biz isə gedirik, gedək görək bizi nə gözləyir. Budur, nəhayət ki, gözlədiyimiz həmin o Afrem evə gəldik, çatdıq. Neçə vaxt idi, baxırdıq, müxtəlif yerlərdə tez-tez bu tipli evlərin reklamlarını görürdük və arzu edirdik ki, bir gün biz də belə bir evdə istirahət edərik. Və indi gəlmişik, yavaş-yavaş mən evə keçirəm, otaqlara baxıram, görək necədir. Belə şirin, gözəl bir kiçik ev. Hətta burada yolkada bəzənilib, əsl yeni il abu-havasını hiss etməyimiz üçün. Belə gözəl, şirin evdir. Mən əvvəlcə çəkirəm, əşyalarımızı yerləşdirməmiş, evi dağıtmamış, baxaq görək ev necədir, xoşumuza gəlirmi? Həm də sizlər üçün çəkirəm ki, ən əsasda baxasınız, bəlkə sizin üçün də bir fikir olar, istirahətiniz üçün belə bir yer seçmək istəyirsiniz. Evdə ümumilikdə 2 yataq otağı, burada birinci mərtəbədə olan 2 nəfərlik yataq otağıdır. Ayrı-ayrı yataqlardır, belə deyək. Qızım burada yatmağı seçdi. Dedi ki, bura mənim olsun. Hər birində belə kiçik şkaflar var, səliqəli paltarları yerləşdirmək üçün. Bu divarda gördüyünüz əl işləridir, listurlardır, əl işləridir. Təsadüfə baxın ki, bu əl işləri də mənim rəfiqəmindir. Lila və onun rəfiqəsi İncə xanımın çox gözəl əl işləri var. Belə, indi isə mən 2-ci mərtəbəyə qalxıram. Burada isə bir yataq otağıdır. Belə gözəl, səliqəli, təmiz və gözəl mənzərəsi olan. 2-ci mərtəbədə olan yataq otağının çölə balkonu da var. İndi oranı sizə göstərəcəm. Qızım göstərmək istəyir, ona görə onu gözləyirəm. Bax belə, buradakı stul da qoyulub ki, əyləşib, təmiz hava qəbul edəsən. Mənzərə isə deyəsən burada çəkməmişəm, dağ mənzərəsidir. Çox gözəl idi. İndi isə gedək, biraz da ev turu edək. Qızım yoxlayır yataqları. Deyir ki, çox yumuşaqdır. Beləcə, indi isə düşürük aşağı. Biz restoranda yemək yedik, özdə yağlı piti. İndi çox sulanmışıq, ona görə də mən gedim, tez çay hazırlayım və çay içək. Ona görə də mətbəxə yaxınlaşıram. Mətbəx o qədər rahat, əlverişlidir ki, istifadəyə çox bəyəndim. Həm də ki, çox minimal əşyalarla. Belə, burada çay hazırlayıram. İndi çay içəcəyik və biraz dincəlib söhbət edəcəyik. Axşama da gözəl planlarımız var. Maraqlı bir gün keçirməyi düşünürük. Siz isə izləməyə davam edin. Evi təhvil götürəndə bizə yaxınlaşan əməkdaş bizə ətraflı məlumat verdi ev haqqında, mətbəx avadanlıqları, əşyaları haqqında hər şeyin yerini göstərdi. Sanitar qovşaq, digər otaqlar, hər şey haqqında ümumiyyətlə ətraflı məlumat verdi. Burada hətta restoran da fəaliyyət göstərir, bizə menyular göstərdi ki, əgər istəsəniz menyudan istədiyiniz yeməyi seçə bilərsiniz və sifariş edə bilərsiniz. Biz sizə çatdıracağıq, amma çatdırılma ödənişlidir. Hər şeyi başa saldı bizə. Burada kofe aparatı da var. Sizin üçün göstərirəm. Mən kofe sevmirəm. Son vaxtlar heç istifadə etmirəm demək olar ki. Amma kofe sevənlər üçün də burada istirahət çox mükəmməl ola bilər. Daha sonra isə mən qablara baxıram. O qədər zövqlə seçilib ki, qablar hamısı çox möhtəşəmdir. Burada kofe içmək üçün fincanlar var. Mən çayı da fincanda içməyi xoşlayıram. Ona görə elə bunlardan istifadə edəcəm. Çayımızı içdik, biraz dincəldik. Daha sonra isə mən çıxıb çöldə çəkiliş etmək istəyirəm. Evin həyat hissəsində. Dedim ki, nə qədər gün işığıdır, sizlər üçün də çəkin. Belə gözəl, şirin bir bisikləti var. Kənarında isə kebab çəkmək üçün manqal, hər şərait düşünülüb, hətta alışqana qədər yerləşdirilmişdir. Mənzərə də ki, möhtəşəm, sözlərlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə mənim təbiət sevgim
bitmək bilmir. Mən çox sevirəm təbiəti. O qədər zövq alıram. Eyni yerləri görmək belə mənə hər dəfə gördüyümdən qat-qat artıq zövq verir. Ona görə bu məkanı çox sevdim. Burada isə gətirdiyimiz əşyaları yavaş-yavaş evə aparmaq istəyirik. Gətirdiyimiz əşyaların əksəriyyəti qızıma məxsusdur. Nə qədər özü üçün oyuncaq, kukla gətirib. Daha sonra mən vanna otağına keçdim. Belə gözəl bir dəfə istifadə üçün hər şeyi burada var idi. Diş pastası, sabunlar, hətta şampunlar, qulaq çöpünə qədər burada hər şey düşünülmüşdü. Belə baxıram hər birinə. Hətta burada fen də var idi. Keçən dəfə biz istirahətə gedəndə özümüz üçün fen aparmışdıq. Çünki orada yox idi, ancaq burada var. Heç yadıma düşüb gətirməmişdim də, yaxşı ki var idi. İndi isə əyləşmişik. Qızım öz fast foodlarını yeyir, belə meymun hərəkətlər edir də. Multikə baxır. Biz də onun yanında əyləşmişik, söhbət edirik. Yavaş-yavaş gün batır. Biz burada da kabab çəkmək istəyirik. Özümüz üçün ət gətirmişik. İndi birazdan gedəcəyik kabab çəkməyə və axşama da mənim ad günüm var, doğum günüm var. Ona görə doğum günü süfrəsi hazırlayacağam. Mən bir fincan çayı da çöldə içmək istədim. Belə gözəl dağ mənzərəsində, gün batımında çox möhtəşəm idi. Ruhum dincəldi. Həqiqətən mənim üçün ən gözəl doğum günü hədiyyəsi oldu. Burada isə biz kabablarımızı hazırlayırıq. İndi gedəcəyik kabab çəkməyə. Daha sonra gəlib axşam yeməyi yeyəcəyik. Yoldaşım çəkir kababları. O çox gözəl, dadlı kabab hazırlayır. Belə mətbəxdə mən isə dolma büküb gətirmişdim evdən. Onu da isitmişəm. Çünki qızım dolma yeməyi xoşlayır. Ona görə dedim onu da zövqünə uyğun yemək olsun. Belə çöldəki şam ağacında belə bəzliyiblər. Biz burada artıq manqalımızı yandırmışıq. Samavar da qalamağı düşünürdük. Ancaq sonra düşündük ki, yox, hava soyuqdur. Elə tez kabab çəkək, qaçaq evə yemək yeyək. Mən kababları gətirirəm. Daha doğrusu əti gətirirəm yoldaşımın yanına ki, o çəksin. Və mən bu arada fürsətli, boşluqdur. Öz valideynlərimlə danışmaq istədim. Onlarla danışıram. Belə gözəl mənzərəni onlara da göstərirəm. Mənim atam da təbiəti çox sevir. Təbiət qoynunda gəzintilərə getməyi çox sevir və xüsusilə də yay aylarında onu demək olar ki, hər həftə sonu dağda gəzməkdə olduğunu görürük. Xoşuna gəlir. Bizlə də gəlir, tez-tez gedir. Ona görə bu gözəllikləri ona da göstərmək istəyirəm. O da deyir ki, gərək biraz tez deyərdiniz, mən də gələrdim. Belə artıq kabablarımız hazırdır. Gəlirik evə. Mən isə bu gözəl süfrəni hazırlayıram. Tortumuz da var. Tortu mən özüm bişirmişəm və əyləşib birinci yemək yeyəcəyik. Daha sonra isə tort kəsəcəyik. Yemək yedik. Mən yığışdırdım. Hələ ki tort kəsmək istəmirik. Qızım da oynamaq istəyir. Və belə bir şahmat tapıb gətirib ki, ana gəl şahmat oynayaq. Onu da deyim ki, evdə əksər oyunlar var, şkafda yerləşdirilir və qətiyyən burada adam darıxmaz. Ona görə istədiyiniz, sevdiyiniz, bildiyiniz oyunu burada asanlıqla tapıb oynaya bilərsiniz. Mən də qızımla şahmat oynayıram. Belə məni udmaq istəyir, mat eləmək istəyir. Özü heç vaxt mat olmaq istəmir, istəyir ki, məni udsun. Belə biz burada oyunumuza davam edirik, oynayırıq. Daha sonra isə qızım yatmağa gedəcək. Biz isə yoldaşımla bir türk serialı var, ona baxırıq. Gecə ona baxmağı düşünürük. Bilmirəm, siz də baxırsınızmı? Velihat da adı. Son vaxtlar onu izləyirik. Həftədə bir dəfə efirə gedir və biz ona YouTube-da baxırıq, canlı baxmırıq. Elə bugün də düşündük ki, boşluqdur, fürsətdir, burada baxarıq. Oyunumuzu yekunlaşdırırıq. Qızım burada rəsm çəkir, oynayır. Onu çağırıram ki, gəl. İndi tort kəsəcəyik birazdan. Bu isə bizim evin axşam görüntüsüdür. Bu da möhtəşəmdir, həqiqətən. Çox gözəldir. Tortumuzu üfürürük, kəsirik. Bütün tortları bizdə qızım üfürür. Onun xoşuna gəlir. Şamda artıq o qədər yanıb ki, az qala torta yapışar. Belə məni öpür, mənim şirinim. İndi mən tortu kəsəcəm və birlikdə nuş edəcəyik. Bu tortu hazırlamağımın videosu da kanalımda var. Ancaq mən yenə də resepti açıqlama hissəsində sizin üçün yazacağım. Tortumuzu yedik. Mən indi meyvə hazırlayıram. Əvvəlcə qızımla filmə baxacağıq. Unutmuşdum onu deməyi. Onun üçün də film seçmişdik. Əyləşib birlikdə üçümüz də filmə baxacağıq. Onun ən sevdiyi idi ki, birlikdə film zamanı edək.
Əvvəlcə meyvələri hazırlayıram ki, götürək, gedək divanda əyləşək, kinoya baxa-baxa meyvə yeyək. Onun 5 yaşı var, onun yaşına uyğun film seçmişdim. O filmə baxanda o qədər həyəcanlanır. Sanki həmin andadır, həmin kinonun içindədir, özünü elə hiss edir və aktyorlardan biridir. Çox həyəcanlanır, orada baş verən hadisələri sanki canlı-canlı yaşayır. Belə filmimiz də yekunlaşdı. İndi o yatmağa gedib, belə şirin-şirin öz yatağında yatır. Adyalını da özü ilə gətirib. Mən isə yoldaşımla kinomuza baxırıq, Velihat. Özümüz üçün çay süzmüşəm və əyləşmişik, baxırıq. Daha sonra biz də yatdıq, sabah erkəndən oyandıq, yenə bu gözəl sabah mənzərəsinə. Dərin nəfəs alıram çöldə, Tanrıya təşəkkür edirəm bizə belə gözəl həyat bəxş etdiyi üçün, belə gözəl təbiət yaratdığı üçün. Daha sonra səhər yeməyimizi yeyirik hamımız birlikdə və evi 12-də təhvil verib gedəcəyik şəhərdə gəzməyə. Bu doğum günümü Şəkidə gözəl bir evdə istirahət edərək keçirdim. Bu dəfə özümə bir anlıq dayanıb həyatı dinləmə imkanı verdim. Hər kəs bilir ki, bu həyatda heç nə asan deyil. Biz o qədər çətinliklərdən keçmişik ki, bəzən yorulduğumuz anlar olub, amma bir şeyi heç vaxt itirməmişik. Ümidimizi və dualarımızı. Hər düşdüyümüz yerdən yenidən qalxmağa çalışmışıq. Həyat nə qədər sınasa da içimizdəki hər şey yaxşı olacaq inamı bizi daim irəli aparıb. Bu doğum günümdə özümü yenidən dinlədiyim, ruhumu sakitləşdirdiyim, yaşadıklarımı içimdə təhlil etdiyim və gələcəyə daha güclü addımlamaq üçün toparlandığım bir doğum günü istirahəti oldu. Burada keçirdiyim hər an mənə göstərdi ki, nə qədər çətinlik görsək də insanın içində bir işıq var. Onu heç nə söndürə bilmir. Mən də həmin işığı qorumağı öyrənirəm, ümidlə, dua ilə və irəli baxmaqla. Hər birinizə də məhz bu cür düşünməyi tövsiyə edirəm. Artıq biz bütün işlərimizi yekunlaşdırdıq, evi səliqəyə salıb əşyalarımızı götürdük, maşına yerləşdirdik, evi isə təhvil verib gedirik şəhərdə gəzməyə. Bugün Şəkidə görmək istədiyimiz yerlər siyahısında Şəki Xan Sarayıdır. Düzdür, mən və yoldaşım əvvəllər burada olmuşuq, amma bu dəfə isə qızıma göstərmək istəyirik. Sehrli Xalat filminə baxdıqdan sonra isə onda saraylara qarşı ümumiyyətlə bir maraq yaranıb. Biz də ona söyləmişdik ki, səni aparacağıq mütləq Xan Sarayına, ona bənzər bir məkanı sənə göstərəcəyik. Hazırlaşıb gedirik burada. Növbəti getmək istədiyimiz yer isə Karvansaraydır. Ora getmək istəyirik, gəzmək istəyirik və qədim Şəki küçələrində gəzinti etməyi düşünürük. Şəki halvası alacağıq dostlarımız, qohumlarımız, ailəmiz üçün. Belə, ona görə də gedirik. Bu isə dar Şəki küçələridir. Qədim evlərdən ibarət çox gözəl mənzərəsi var. Bu isə Xan Sarayına gedən yoldur. Mənə bir anlıq Şuşanı xatırlatdı. Bu hissə Şuşaya bənzəyir. Həmişə Şəkiyə gəlmişəm, Xan Sarayına getmişəm. Ancaq Şuşanı görmədiyim üçün heç vaxt bənzədə bilmirdim Şuşaya. Ancaq şükürlər olsun ki, Şuşa işğaldan azad ediləndən sonra mən Şuşanı görmüşəm və bu dəfə gələndə deyirəm ki, necə də məhz Şuşaya bənzəyir bu hissələr. Bu saraya gedən yolun ilk giriş hissəsidir. Buradan keçirik, belə daş yol var. Burayla üzü yuxarı irəliləyirik. Biraz hündürə çıxırsan sanki. Burada isə əl işlərindən ibarət belə bir məkan var idi. Keçdik bura. Belə baxmaq, gəzmək, giriş pulsuzdur, amma nəsə istəsəniz buradan ala bilərsiniz. Qədimi əşyalardır, Şəkiyə uyğun belə hazırlanmış şəbəkələrdir. Hər biri satışdadır. Hazırlama prosesi ilə də tanış olmaq olur. Elə üzbəüz hissədə məhz bu şəbəkələri hazırlayırdılar. Ümumiyyətlə burada nə desəniz var. Biz gəzdik, kərəyağlar xüsusi mənim diqqətimi çəkdi. İpək kərəyağlarla tanış oldum. Əl işlərindən ibarət burada toxunma kuklalar, hər şey var demək olar ki, üstü qaşla bəzədilmiş daraqlar, güzgülər, üzüklər. Bu hissədə çoxlu gəzdik. Çox gözəl idi, həqiqətən zövq verici idi. Burada gördüyünüz bütün əşyalar taxtadan hazırlanıb. Hazırlayan insan da elə oradaydı, göstərdi, bizə izah etdi, necə hazırlanır. Belə, burada üstü bəzədilmiş armudlu stəkanlar görürsünüz, çox maraqlı görüntüsü var idi. Və belə gəzirik burada. Bura elə giriş hissədədir. Buradan çıxırıq və yollanırıq saraya doğru. Belə bir xeyli yol gedirsən, saraya gedən yoldur bura. Burada belə bir səhv etmirəmsə, bura kilsə olmalıdır. Mən əvvəllər Şəkiyə gələndə
getmişdim. Hal-hazırda bağlıdır, təmir üçün bağlanıbdır. Və gəldik çatdıq möhtəşəm Şəki Xan Sarayına. Çöldə kassadan bilet aldıq, sarayın içində giriş üçün. Böyüklər üçün 2 manatdır bilet, 6 yaşına qədər isə ödənişsiz idi. Ona görə qızıma ödənişsiz oldu. Yəqin ki bilirsiniz, sarayın içində çəkilişə icazə yoxdur, ona görə də heç bir çəkiliş etməmişəm. Kənarında isə doyunca bol-bol çəkilişlər etmişəm. Gəzdik. Sarayın həyətində bir yol ayrılır, həmin yoldan isə biz getdik. Orada əl işləri ilə tanış olduq. Çox gözəl əl işlərindən ibarət bir hissə idi. Divarda indi mən yaxınlaşıb çəkəcəm sizlər üçün. Görəcəksiniz necə gözəl hazırlanıbdır. Məhz bu gördüyünüz hissədə hazırlanır, arxa hissədə. Ora bağlı idi. Biz getdik, nahar fasiləsində idilər. Ona görə də içəri keçə bilmədik, çəkiliş edə bilmədik. Burada gözəl suvenirlər, nə desəniz hazırlanır. Ona görə biz yalnız baxmaqla, gəzməklə kifayətləndik. Uzaqdan gördüyünüz o divara indi yaxınlaşacağım. Orada kiçik-kiçik əl işlərindən ibarət nümunələr var. Hər biri çox gözəldir. Əl əməyi göz nurudur. Mən isə diqqətlə baxdım. Burada məhz Şəki Xan Sarayını tapmağa çalışırdım. Düşünürdüm ki mütləq olacaq. Elə tapdım da. Baxın necə gözəl hazırlanıb. Şəki Xan Sarayının kənardan görünüşüdür. Çox əzəmətli, çox gözəldir. Həyətində isə belə çınar ağacları var. 1530-cu ildə əkilib bu çınar ağacları. Və söylənənlərə görə məhz həmin ağacların hesabına, onların kölgəsi hesabına Xan Sarayı hələ də ayaqdadır. Daha sonra isə gəldik Kərvansaraya. Bu möhtəşəm Kərvansarada gəzdik. Burada həm də otel hissəsi var və giriş də otelə çox ucuzdur. Burada qalmaq həqiqətən çox sərfəlidir. Qiymətlər səhv etmirəmsə 30 manatdan başlayır. Belə bu hissədə də çəkiliş edirəm. Çox gözəl mənzərədir. Yayda həyətində güllük gülistanlıq olur. İndi soyuqdur, qış aylarında, ona görə də belə bir görüntü var idi. Burada isə parkdır, elə Kərvansarayın yaxınlığında yerləşir. Maraqlıdır bu parkda. Daha sonra isə Kərvansarayın aşağı hissəsindən belə bir küçə gedir. Həmin küçədə gəzinti etdik. Əl işləri satılır burada. Belə gəzdik. Qızım da buradan Şəkiyə aid bir əşya aldı ki saxlasın. Şəki xatirəsi olsun onun üçün. Neçə vaxt idi. Sehirli çıraq deyirdi, xoşuna gəlirdi, onun mutikinə baxırdı. Biz də axtarırdıq ki onun üçün elə sehirli çıraq alaq. Çünki gözümüzə dəymişdi ki burada kiçik ölçülü sehirli çıraqlar var. Onlardan birini də tapdıq, elə onun üçün aldıq. Belə bu küçələrdə kəsirik və burada gördük ki çox acımışıq. Çünki artıq günorta idi. Elə bu sırada aşağı gedirsən, burada bir kiçik bir restoran fəaliyyət göstərir. Adı Sultan idi, səhv etmirəmsə, kiçik idi. Burada əyləşdik, ancaq qiymətlər həddindən artıq baha idi. Amma biz yenə də açmışdıq, ona görə də yeməyə düşündük. Mən özüm üçün belə bir düşbərə sifariş etdim, girs düşbərə idi. Yoldaşım isə qovurmalı nəsə bir ətli yemək götürmüşdü. Qızım da mənimlə birlikdə düşbərə yedi. Belə sehirli çırağımızı da almışıq. Mənə burada göstərir qızım. İndi gedirik, maşınımıza əyləşib yola düşəcəyik. Yol üstü isə belə bir halva dükanında saxladıq. Halvalar aldıq müxtəlif növlərdə. Bamiyə aldıq. Şəkidən gələsən, belə dadlı şirniyyatları gətirməyəsən, bu mümkün olmazdı. Ona görə hər birindən götürdük və indi isə gedirik evimizə. Elə bu hissədə də sizinlə sağollaşmaq istəyirəm. Və son olaraq sizə demək istəyirəm ki, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmaqla mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.